Uşaqlarda yetişkənlik dövründə ikincili cinsi əlamətlər müəyyən ardıcıllıqla meydana çıxır. Qızlarda süd vəzi böyüməsi ilk olaraq, daha sonra qasıq qolaltı tüklənmə və ən son aybaşı, oğlanlarda isə hayada həcm dəyişikliyi, qasıq qolaltı tüklənmə və ən son olaraq səs tembrinin dəyişməsi və üzdə bığ-saqqalın çıxmasıdır. Bəzən bu ardıcıllıq pozula bilir, belə ki, uşaqlarda 6 yaşdan etibarən böyrəküstü vəzlərin aktivliyinə bağlı olaraq qolaltından kəskin tər qoxusu və qasıq qolaltı tüklənməsi görsənə bilər. Bu normal bir haldır, həyəcana ehtiyac yoxdur, prematur adlandırdığımız bir haldır. Lakin bəzən bu sadaladığım əlamətlər böyrəküstü vəzin bəzi anadan gəlmə xəstəliklərinin də əlaməti ola bilər. Və yaxud da bu əlamətlərdən daha sonra uşaqlarda həqiqi erkən cinsi inkişaf əlamətləri də görsənə bilər deyə mütləq şəkildə bu hallar olduqda, yəni qasıq qolaltı tüklənmə və qolaltından kəskin tər qoxusu halı olduqda mütləq şəkildə uşaq endokrina müraciət edib bəzi hormonal dəyərlər baxılmalıdır.